Hücumdan 5 gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trump arasında İrana qarşı əməliyyatın başlamasında həlledici rol oynayan telefon danışığı olub. Yenavaz.com xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadla məlumat yayıb. Portalın məlumatına görə onlar Xamneyinin yüksək vəzifəli müşavirləri ilə planlaşdırılan görüşü barədə müzakirə aparıblar və bu məlumat Xamneyiyə qarşı sui-qəsdin həyata keçirilməsi üçün fürsət kimi qiymətləndirilib. Axios xəbər verir ki, İsrail və ABŞ Netanyahu və Trump arasında fevralın 23-də baş tutan telefon danışığı zamanı İranı bombalamağa başlamaq barədə razılığa gəliblər. Netanyahu Trumpa İranın ali lideri Əli Xamneyinin 28 fevralda müşavirləri ilə görüşəcəyini bildirib. Portal yazır ki, onlara zərbə endirmə imkanı hər iki siyasətçi üçün o qədər cəlbedici olub ki, onlar bundan imtina edə bilməyiblər. Axios bu söhbəti dönüş nöqtəsi adlandırıb və İranla yaxın şərqi dəyişdirən müharibənin başlanğıcı olduğunu bildirib. Ağ Ev rəhbəri Xamneyi ilə bağlı kəşfiyyat məlumatlarını öyrənməzdən əvvəl də İrana zərbə endirməyə meyilli olub. Lakin Netanyahu ona zəng edənə qədər bunun nə vaxt baş verəcəyinə qərar verməyib. Amerika və İsrail rəsmilərinin məlumatına görə liderlər müharibədən əvvəlki 2 ayda 2 dəfə görüşüb və 15 dəfə telefonla danışıblar. Portalın məlumatına görə ABŞ və İsrail bir həftə əvvəl hücuma başlamağı düşünüblər. Lakin pis hava şəraiti də daxil olmaqla kəşfiyyat və əməliyyat riskləri ilə əlaqədar hücumu təxirə salıblar. Mərkəzi Kəşfiyyat İdarəsinin Trumpın göstərişi ilə topladığı ilkin məlumatlarda İsrail kəşfiyyatının məlumatlarını təsdiqləyib. ABŞ rəsmilərinin sözlərinə görə zəngdən sonraki gün Amerika lideri Konqresdə illik birlik vəziyyəti haqqında çıxış edib və çıxışı zamanı o Ayətullahı hücumdan əvvəl yeraltı sığınacaqlara çəkilməyi məcbur etməmək üçün İran məsələsinə çox diqqət yetirməmək barədə şüurlu qərar verib. Cümə axşamı 26 fevral tarixinə qədər isə Mərkəzi Kəşfiyyat İdarəsi məlumatları tam təsdiqləyib. Elə həmin gün Trumpın kürəkəni Jared Kushner və prezidentin xüsusi nümayəndəsi Steve Witkoff İranlılarla saatlarla danışıqlar aparıb. Danışıqlardan sonra onlar Cenevrədən zəng edərək danışıqların nəticəsiz qaldığını bildiriblər. Bir məmurun sözlərinə görə Witkoff və Kushner Ağ Ev rəhbərinə bunları deyiblər. Sitat: "Əgər diplomatiyadan istifadə etmək qərarına gəlsəniz, biz israr edəcək və razılaşma üçün mübarizə aparacağıq. Lakin onlar bizə göstərdilər ki, sizi qane edəcək bir razılaşma əldə etməyə hazır deyillər." Sitatın sonu. Axiosun məlumatına görə daha sonra 27 fevral cümə günü yerli vaxtla saat 15:38-də Trump son əmri verib. 11 saat sonra isə Tehran vurulub və Xamneyi öldürülüb. The Washington Times qəzeti mənbələrə istinadən bildirib ki, Trump bu qərarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salmanın və Netanyahunun çoxsaylı zənglərindən sonra verib. Digər tərəfdən Financial Times qəzeti İsrail kəşfiyyatının Tehrandakı yol hərəkəti kameralarını sındıraraq Xamneyini izlədiyini və kameraların görüntülərini şifrələyərək Təl-Əviv və Cənubi İsraildəki serverlərə ötürdüyünü bildirib.